Bir çox insanlar böyük hədəflər qoyub onlara çatmamaqdan qorxur. Məhz ona görə də böyük hədəflər qoymur. Əslində isə əsl təhlükə, qorxulu olan kiçik hədəflər təyin edib onlara çatmaqdır. Bu kiçik hədəflərə çatmağa qane olmaqdır. İnsan hər dəfə kiçik bir hədəfə çatdıqda qalib gəldiyini hiss eləyir, bunu bacardım deyə özünü tərifləyir və beyin ona sən çatdın, sən bacardın mesajı verir. Bu isə səbəb olur ki, insan dayansın. Misal, bizim coğrafiyada gənclərin ən böyük hədəfi ali məktəblərə qəbul olmaqdır. Minlərlə abituriyent qəbul olur. Amma o təhsil ocağını savad ilə bitirən tələbələrin sayı barmaq sayından çox deyil. Kiçik hədəflərə çatmaq insanı hər dəfə bir addım daha irəliləyəcəyinə inandırsa da, əslində böyük məqsədlərə doğru irəliləməyə mane olur. Abituriyentlərin məqsədi universitetə qəbul olmaq olduğu üçün əsas böyük hədəflərdən yayınlanır. Əslində isə böyük hədəf universitetə qəbul olmaq deyil, savadlanmaq, hansısa bir peşəyə sahib olmaq, cəmiyyət üçün faydalı bir insana çevrilməkdir. Məhz ona görə də kiçik hədəflərə çatdıqda özümüzü qalib hesab etməməliyik. Həyat insanı kiçik qələbələr əldə etdikdə deyil, böyük məqsədlərə doğru hərəkət etdikdə böyüdür.